Quranda ayə var, qəşəng ayəmizdir bu. Nur 40-cı ayə. Mən sən ayənin ərəbisini oxuyanda başa marağı var. Ərəbisini tapsam, pis olmaz. Bismillahirrahmanirrahim. Deməli, Nur 40-cı ayə. Allah deyir ki: "Və mən ləm yəc'aləllahu ləhu nuran fəmə ləhu min nurin." Allah kimisə üçünsə nur təyin etməyibsə, onun nuru yoxdur. Onun nurdan bir payı yoxdur. Yəni, bu adam nə cürsə, onun bir nuru yoxdursa, Allah ona nur verməz. Allah bilir ki, nur verir. Allah kimi üçünsə nur qərar verirsə, verməsə, onda nur olmaz. Onun Əhzab surəsində, onun kimin qolda zehrin hələ dayanmır bu adam. Döşür gəlir. Onun Əhzab surəsi barəsində dediyi söz heç bir əsası və mənbəyi yoxdur. Ürəyimiz sakit oldu. Amma nədir? Deyir, hə, mənbə var ki, orada bir mənbədə onun dediyi qeyd olunub. Nə demək ki, Əhzab deyir, böyük idi, sonra balacalaşıb. Harada deyir, Sünni kitabında var. Əl-İtqan, müəllif Suyuti, cild 3 səhifə 72-də. Orada deyir, ya Urvə ibn Zübeyir, başqa rəvayətlərində Übəy ibn Kəbdən rəvayət edirlər ki, xanım Ayşə deyib ki, mənbəsini dedim, Əl-İtqanda, xanım Ayşə deyib ki, Peyğəmbərin dövründə Əhzab 200 ayə idi. 200 ayə idi. Osman onu toplayanda bəzi ayələr yox idi. Hanı ayələr? Hələ bu hədis etibarlıdırsa. Sonra bunları oxuyaq qutaraq. O ki, bəya demişdi ya, Bəyan-ı Səadat, demişdi ya, bu şərh kitabıdır, deyir, yox, Bəyan-ı Səadat fi məqamatil ibadət kitab haqqında bu şərh kitabı, deyir, yox, sufi kitabıdır. Deyir, o kitab barəsində bir dala qaydaq. Deyir, Bəyan-ı Səadat kitabı Şiənin ən qədəm kitabı kimi qələmə verib. Şiənin ən qədəm kitabıdır. Amma kitabıdır, tarixini də Qoldu Zehir bu kitabın tarixində 311-ci ilə qeyd edilib. Yəni 10 əsr geri qayıdıb. Biz bəyan dedik, oxuduq ki, kitab 1311-ci ildə kitab bitib, 1314-cü ildə isə kitab çapa girib. Bu yazıb ki, kitab 311-ci ilə qeydə alınıb. Deməli, ən qədim kitabdır. 311 nədir? Yəni, özə rəqəmi qəsdən rəqəmi, bax, birini götürür orada, bir rəqəmi götürməklə 1000 il kitabın ömrü uzalır. Yəni, Şiənin ən qədim kitabı olduğu üçün orada belə yazılıb. Bu da sənin əlavə səhvindir. Əvvəla kitab Şiə kitabı deyil, sufidir. İkinci kitabın sən ömrünü niyə 1000 il azaldırsan? Nə malaqla? 311 yox, 1311-ci ildə bu kitab yazılıb. Sən niyə 10 əsr geri qadirsən? Kitab 1314-cü çapa çıxıb. Onun əlavə, baxın, bizim sübutlarımızdır ya, sufidir, kitabın çap tarixi, 3-cü deyək sübutlarımız. Həm çalışın ki, dərsi dinləyən sonra konkret nə oldu? Sübutla tap, alt-bal yazsan bir dənə, o daha effekt olur. Həmçin müəllifi də dəyişib. Necə yəni? İbn Heydər Beydəxtinin yerinə ki, bəyadır bu müəllifi Məhəmməd Sultan Məhəmməd Heydər Beydəxtidir. Onun yerinə yazıb İbn Həcər Becəxti. Heydər kimdir? Hara? Həcər hara? Familiyası ayrıdır. Beydəxti odur. Heydər Beydəxti. Bu yazıb Həcər Becəxti. Bu da sənin yeni bir səhvin. Bəyadır ya, o ayə bədimin 42-ci turda öz zəkəsinin qoyu qaza özü düşər, bayırsan. Allah adam belə abırını aparar. Heç sən görə elmi ortaya qoy, elmsizliyi bəsləyərsən. Müəllifinə səhv qeydləyib, amma bu ad heç bir rica kitabında yoxdur ümumiyyətlə. Bu ad ki var, bunun dediyi ad, heç bir ricalan ki, o rəcul sözüdə kişilər, ravilərin
adları yazılan kitabdır, kim etibarıdır, kim etibarı deyil. Orada qeyd olunur. Məsələn, Əli etibarıdır, filan kəs etibarı deyil. Deyir, ümumiyyətlə bu ad, çünki adam kitab yazır, orada hədislər söyləyirsə, bu nə ravi. Və bu da təsdiqlənmir. Ümumiyyətlə bu adamın adı yoxdur kitablarda. Hələ olsun, bəzi qəbul etsin, bəzi etməsin, heç ondan danışmaq olmaz. Çünki bu adam ümumiyyətlə adı yoxdur orada. Bəs bu kimdir? Haradadır bu adam ümumiyyətlə? Bu adı haradan çıxartdın? Həcər Beycəxti kimdir? Bu qədər də yəni səhv olar. O kitab 14-cü hicri ilindədir. Nəinki 4-cü hicrdə. 1314, yəni ki 14-cü əsrdə. Bu adam 1311-i yazır 311-ci il. Da bu qədər də səhv yox. Sonra görə bu 3 dəqiqə nə var burada? Hə, bu dedim taraq. Sufilər. Bəyadımırın sufilər. Sufilərin nəzəri qədim Yunanlardandır. Biz şiələrin yox. Müəllif kim idi? Sufi idi. Bəs özü necə sufiləri mənbə götürüb? Bəs deyir, şiədir müəllif. Amma bunu şiəyə nisbət verir. Bir halda ki, şiə sufidən tam ayrı bir etiqaddır, kənardır. Bu qədər. İnşallah gəlindəz. Davam edərik. Bu İbrahimin məsələsinin də kitabını burada adlarını biz qeyd edərik. Bir bazı o kitabını biraz silkələyək. Görə bu kimdir, nəticədir ki, bunun kitabı bu günlər çox təəssüf tərcümə olunur, mənbə kimi göstərilir və bu Qolda Zehir kimi şəxslər də onun şiə əleyhinə istifadə edirlər. O üçün çalışın ki, elə hər nə gəlib paylaşmır statuslarında. Mənbə var ki, bizim mənbə deyil. Mənbə var ki, şiə adından paylaşılır. O da qətiyyən şiə deyil. Hamı cavab deyil. Bir şey oxudum, deyir, iynə ilə sap. Sap da qiyamət günündə hesab verəcək ki, elə ay sap, niyə sən məhz o iynəyə daxil oldun, başqa iynəyə yox. Ay iynə, sən niyə başqa sapı yox, məhz o sapın sən daxil olmasını qəbul edin. Yəni qiyamət günü çox belə incə məsələdir. Allah hamımızı axırın xeyirli eləsin. Allah bizi daha da göz açıq eləsin. Elmimiz artıq, imanımız kamil olsun. Amin. Allahümmə səllə əla Muhammed və ali Muhammed və accil faracahum.